Herkese salam dostlar. Bu Legonu mən düzəltdim, amma necə düzəltdiyimi və necə saat uğraşdığımı sizinlə bərabər paylaşmaq istəyirəm. Görək hansı yollardan keçib bu gözəl bir Legonu, gül Legosunu düzəltmişdim. İlk öncə bunu ad günündə mənə hədiyyə etmişdilər. Mən də dedim bunu videolaşdırıb qısa sizə necə elədiyimi deyim. İlk öncə deyim ki 6-cı gün axşamdan saat 10-dan başladım. 2 saat oldu və bazar günü axşamdan yenə başladım. 2 saat oldu. Yəni 4 saat ümumiliklə bitirmişəm. Burada gördüyünüz kimi saxsının alt hissəsini edirəm və birləşdirməyə çalışıram. Sizdə burada çox uzun videolar çəkə bilmədim ki, shorts videosu qısa olur. Burada belə taxmağa çalışıram. Deyim ki sizə mən ilk dəfədir bir Lego düzəldirdim. Legoları düzəldə bilmirdim, amma bu səfər dedim təzə yaşıma girmişəm, artıq bu çətinlik üstəsindən gəleyim. Və bu saxsımız bitdi, bir günümüz də bitdi. Dedim yorulmuşam artıq. Bu da ikinci günümüzdən belə güllərinin, necə deyim sizə, kol hissələrini eləməyə başladım. Sizə qısa şəkildə çəkirəm. Gördüyünüz kimi burada hamısını birləşdirib ot hissəsini taxıram. Burada da bacım oynayır. Sizə ətraflı şəkildə çəkmişəm dostlar. Yəni burada etməyə çalışıram. Çünki həqiqətən qarışıq idi biraz. Amma belə baxanda Lego düzəltmək mənə asan gəldi. Mən səbirsiz biri olduğum üçün, yəni necə deyim sizə, düzəldə bilmirdim. Səbrim olmurdu. Bunu ora düz, bunu bura düz. Amma mən dedim ki bu çətinliyimin üstəsindən gələcəm və gəldim. Birinci gülümüzü artıq bitirmişdim. Əslində belə deyim, bu çətin deyil. İçərisinə baxanda kitabın çətin görsənir. Amma bilmirəm, üzümə görün nə gözəl düzəltdim. Bunun gözəlliyinə baxar mısınız? Hamısı elə bil gülün eyni şəkildə düzəldirik. Gördüyünüz kimi ikinci gülüm də bitdi. Bu güldən yenə eləyəcəyik. Orada təkrar verilib. Yəni çox az qaldı bitirməsinə və bir gülümü də taxacağam və bitirəcəm. Onda taxmağa çalışıram. Biraz yavaş taxıram çünki dostlar qırıla bilər, sonra əziyyətim boşa çıxar. Sizə burada göstərirəm ki, mənim gülümə baxın, ən yüksək hissəsini yerləşdirdim ki, uşaqlar evə gələndə əlini götürməsin. Dostlar, bir videomuzun sonuna gəldik. Videomuzu bəyənsəniz like atıp abunə olmağı unutmayın.